Təəssüf hissi ilə deməliyik ki, bugün təhsil ocaqlarında xoşagəlməz hadisələr, hətta cinayət hadisələri belə baş verir. Bəs bu nə ilə bağlıdır? Niyə belə olubdur? Bunun səbəbi nədir? Əlbəttə, burada konkret hansısa bir məsələni önə çəkmək düzgün olmazdı. Məsələn, deyək ki, məktəblərdə kişi müəllimlərin sayı azalıbdır, təhsilin keyfiyyəti istənilən səviyyədə deyil. Kifayət qədər bu səbəbləri araşdırmaq və sıralamaq olar. Məncə məsələyə kompleks yanaşmaq lazımdır. Burada uşaqların oxuduğu kitablardan, əgər onlar kitab oxuyursa, baxdığı filmlərdən, əgər onlar bu filmlərə baxırsa, kişiləri məşğul olduqları idman oyunlarından, əgər bunlarla məşğul olursa və digər sahələrdən söhbət açmaq olar. Mənə elə gəlir ki, ən başlıca məsələ qeyd etdiyim kimi bugün təhsil sisteminə, təhsilə kompleks halda yanaşılmamasıdır. Mən burada nəyi nəzərdə tuturam? Həm yazılan dərsliklər, həm müəllimlərin peşəkarlığı, həm uşaqların böyüdüyü sosial mühit, həm onların hətta deyərdim ki, qonşuları və s. və ilaxır. Bunların hamısı şagirdlərin psixikasına, tərbiyəsinə, onların yetişməsinə bu və ya digər dərəcədə mənfi və yaxud müsbət təsir göstərir. Hətta mən burada bir şey də gizlədə bilmərəm ki, şagirdlərin o sosial vəziyyətlərinin müxtəlifliyinin qabarıq şəkildə nəzərə çarpması da onların yetişməsinə, tərbiyəsinə təsir göstərir. Elə şagird var, bahalı saatla gəlir, bahalı telefonla gəlir, bahalı geyim-keçimlə gəlir. Eləsi də var ki, bütün bu deyilənləri hətta yuxusunda belə görə bilməz. Mən kompleks yanaşma deyəndə ən başlıcası məktəblə, yəni təhsil ocağı ilə ailənin, yəni valideynlərin mütəmadi olaraq qarşılıqlı şəkildə bir-biri ilə əlaqə saxlamasını nəzərdə tuturam. Bugün bu əlaqələr demək olar ki, kəsilibdir, qırılıbdır. Əgər valideyn məktəbə, müəllimə özünün doğma evi kimi, mən deyə bilmərəm indi burada birinci evi kimi, yaxud ikinci evi kimi yanaşmasa, onda şagirdlərin formalaşması, yetkinləşməsi, onların tərbiyəsi də müəyyən qədər sual altına düşə bilər. Ona görə də mən bax belə kompleks yanaşmanın tərəfdarıyam. Burada artıq dediyim kimi dərsliklərdən tutmuş uşaq oyunlarına qədər, ətraf mühitdən tutmuş qonşulara qədər, onların ünsiyyətdə olduğu taytuşlarına qədər, onlara bəslənilən münasibətə qədər, onların mütaliəsinə qədər bu və ya digər məsələlər nəzərdə tutulmalıdır. Mən belə başa düşürəm.